Məlumatlara görə şəhidlərimizin övladları üçün təşkil edilən 5-ci Yaşad düşərgəsi davam edir. Düşərgənin ikinci həftəsinə 10-11 yaşlı uşaqlar qatılıb. Proqramda nələr var, ətraflı birbaşa bağlantıda əməkdaşımız Nuranə Tələt qızı son məlumatlara çatdıracaq. Nuranə, buyurun efirdəsiz, təfərrüatlar sizdə. Şəhid övladlarımız üçün təşkil olunan Yaşad düşərgəsinin artıq ikinci həftəsidir ki, davam edir. Düşərgə Yaşad Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilir. 10-11 yaşlı yaş kateqoriyasından olan 53 şəhid övladı iştirak edir. Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrəci təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlarla görüş, ekskursiyalar, habelə psixoloqlarla görüş, təlimlər və axşam saatlarında isə müğənnilərin ifasında konsert proqramı ilə həyata keçirilir. Düşərgə boyunca uşaqlar burada davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən nəzarətə alınırlar. Onlar müxtəlif təlimlər keçirirlər burada, mühitə adaptasiya olurlar və əyləncəli vaxt keçirirlər. Ümumilikdə qeyd etmək istəyirəm ki, 7 həftə davam edəcək, iyul ayının sonuna qədər davam edəcək və burada 400-dən çox şəhid övladı iştirak edəcək. Hələlik çatdıracaqlarım bu qədər, sözü sizə studiyaya ötürürəm. Nuranə, sizə təşəkkür edirik Lənkəranda keçirilən 5-ci Yaşad yay düşərgəsindən çatdırdığınız ən son məlumatlara görə.